Salam, hər vaxtınız xeyir. Biz bu videoda alkanlara, yəni doymuş alifatik karbohidrogenlərə baxacağıq. Dərs izahı edəcəyik birinci. Deməli, alkanlar deyəndə ümumiyyətlə birinci alkanların ümumi formuluna baxırıq. Alkanların ümumi formulu CnH2n plus 2-dir. Yəni N'in qiyməti burada N'in qiyməti 1 və 1-dən böyük qiymətlərdir. Yəni N'in yerinə 1 qoysam, C1, 1-i 2-yə vurdum, 2, 2-nin üstə 2 gəldim, 4. Yəni burada CH4 edir. Bir indeksdə yazılmadığına görə CH4 gəlir. Yəni alkanların ilk nümayəndəsi metan qazıdır. Daha sonra 2 qoyduqda C2H6 olur ki, bu etan, daha sonra propan, butan bu formada davam edir. Deməli, N sayda karbon atomuna N plus 1 vurulsun 2 sayda hidrogen atomu düşür. Yəni bu 2N plus 2 deməkdir. Yəni bu formada yazılır. Həm də testlərdə də. Daha sonra karbon atomunun sayı N plus 1 olduqda, karbon atomunun sayı məsəl üçün N plus 1 olarsa, o zaman hidrogen atomu 2N plus 4 şəklində olacaq. Yəni N'in qiymətinin yerinə artıq gətirib bu ifadəni qoyacağıq. Yəni N plus 1 üstə gəlsin 2 olacaq. Düsturumuzda necə var? Sadəcə N'in yerinə qiyməti qoyuruq. Düsturu açdıqda da 2N üstə gəlsin 2, üstə gəlsin 2, yəni 2N plus 4. Burada N'in qiymətinin dəyişənlərdən asılıq şəkildə verilməsi ola bilər. Burada diqqətli olun. Daha sonra deməli, bunların nisbi molekul kütləsi necə hesablanır? Ml CnH2n plus 2-də. Deməli, karbonun atomu 12 vurulsun N. Üzərinə gəlsin hidrogeninki 1 vurulsun 2N. Üzərinə gəlsin 2, yəni hidrogenin kütləsi. Burada 12N, burada da 2N. 12N üstə gəlsin 2N. Elədir 14N. 14N plus 2-dir bunun ümumi nisbi molekul kütləsi. Daha sonra proton sayına baxsaq, proton sayında bizə deyir ki, deməli, karbonda sıra nömrəsi 6-dır, kütləsi 12-dir. 6 da neytronu var. Hidrogenda sıra nömrəsi 1, kütləsi 1, neytronu isə 0-dır. Yəni bizdə burada proton sayını hesablasaq, proton sayı nəyə bərabər olacaqdır? 6 vurulsun N, üzərinə gəlsin. 2-ni vuracam, yəni düsturdakı 2N plus 2-ni nəzərə alacam. Baxın, burada düsturu yazım, CnH2n plus 2. Baxın, bu N, 6-nı, buradakı proton sayını 6-nı vurdum N-ə. Daha sonra buradakı 1-i vuracam 2N oldu 2N. Üstünə də 2 gələcəm olduğu kimi. O da eləyəcək bizdə 8N plus 2-yə. Yəni biz proton sayını burada bu düsturdan tapmış oluruq. Neytron sayı sadəcə 6 ilə bərabərdir. Çünki hidrogen atomunda neytron yoxdur. Daha sonra alkanlarda karbon atomları sp3 hibrid vəziyyətində olur. Karbon atomları sp3 vəziyyətində olur. Və deməli, hidrogen isə S orbital vasitəsilə rabitə əmələ gətirir. Burada da qeyri-hibrid orbitallardır. Bir sp3-də 4 hibrid orbital olduğundan, deməli, baxın, bir sp3-də 4 dənə hibrid orbitalı olduğundan, deməli, N sayda olduqda da yenə 4 olacaq, 4N olacaqdır. Yəni, hibrid orbitallarının sayı 4N düsturu ilə hesablanacaq. Qeyri-hibrid orbitalların düsturu isə 2N plus 2 şəklində hesablanacaq. Hidrogenin sayından asılı olduğuna görə qeyri-hibrid orbitalları hidrogen sayı çünki hibridləşə bilmir, qeyri-hibrid olur. Daha sonra rabitə əmələ gəlməsində iştirak edən orbitalların sayı isə 6N plus 2 düsturu ilə hesablanmış olur. Deməli, burada 6N plus 2 düsturu ilə hesablanmış olur. Karbon atomları və karbon hidrogen atomları arasında rabitə sigma rabitədir. Deməli, sigma rabitədir. Karbon-karbon arasında N-1 şəklində, karbon-karbon arasında N-1 şəklində olur. Qeyri-polyar rabitədir, qeyri-polyardır və sp3 örtülməsi baş verir. sp3, bu da 8 vari formada çəkilsə belə. Karbon hidrogen arasında isə 2N plus 2 düsturu ilə hesablanacaq. Burada polyar rabitədir, polyardır. sp3, S arasında baş verəcək. Dedik ki, karbonda sp3 vəziyyətdə, hidrogenda isə S vəziyyətdə olur. O da 8 vari və dairə. Çünki sp3 forma və S formanı ifadə etmiş oldu. Ümumi rabitənin sayısı alkanlarda 3N plus 1 düsturu ilə hesablanmış olur. Açıq zəncirli birləşmələrdə deməli, ümumi rabitə karbon atomunun sigma rabitə gələn atom sayından asılıdır. Orbitalların sayı isə 4N-ə bərabər olur. 4N-ə.
Daha sonra məsəl üçün bizdə belə bir sual verə bilər ki, karbon-karbon arasında rabitə sayı n+1 olarsa, hibrid orbitalların sayı nə qədərdir? Hibrid orbitalların sayı nə qədərdir? Biz bilirik ki, karbon-karbon arasında rabitənin sayı n-1-dir. n-1-dir. Və burada deməli nə edirik? Hibrid orbitalların sayını hesablayırıq və burada əvəzləmə edəcəyik. Deməli, n-1 bərabər olacaq x plus 1-ə, yəni hibrid orbital n+1 şəklində əvəz etsəm, x plus 1 yazıram. N-i x-lə əvəz eləyəcəm. N də burada bərabər olacaq x plus 2-yə. Çünki biri digər tərəfə keçirdim, bərabərləşdirirəm n-lə x-i. Olacaq x plus 2-yə. Burada hibrid orbitalların sayı isə 4n düsturu ilə hesablandığına görə 4-ün yerinə n-in qiymətini qoyuram x plus 2-ni. Orada da olacaq 4x üzərinə gəlsin 8. Yəni cavabda 4x üzərinə gəlsin 8 qədər karbon-karbon arasında hibrid orbitalların sayı olacaqdır. Alkanlarda ümumi atom sayı A-3'dür. Hidrogen deməli atomlarının sayısı A şəklində olarsa, ümumi A şəklində olarsa, digər misalda bizə deyir ki, karbonun sayını tapın. Üzrdən burada A+3'dür. Karbonun sayını tapın. Deməli, ümumi atom sayı bizdə bilirik ki, Cn H2n plus 2'dir düsturda. Burada neçədən olacaqdır? 3n plus 2 deməkdir bu. Və bizdə deyir ki, A plus 3 sayda ümumi atom varsa, bunu bərabərləşdiririk bir-birinə. Yenə aynən n-i bir-biri ilə əvəz edəcəyik. Yəni, bunu keçirsəm bu tərəfə sanki n-ilə əvəz etsəm, 2n olacaqdır. 2n plus 2 bərabər olacaqdır A-ya. Bu şəkildə yazıram. Deməli, burada bəyəqki düsturumuzda deməli bizə deyir ki, A plus 3 sayda karbon bir dənə yenidən yazım. Bizə deyir ki, A plus 3 sayda deməli ümumi atom sayıdır. Hidrogen isə A-dır. Biz də bilirik ki, bizdə karbon atomunun sayını istəyir, karbon sayını istəyir. Biz də bilirik ki, ümumi birləşmədə Cn plus H2-dir. Yəni, Cn H2n plus 2 olduğuna görə bu n-lə topladım 3n. Üstdən 2 gəldim, elədi bu ümumi atom və bunu bərabərləşdirirəm A plus 3-ə. Və bizdən hidrogen atomunun sayı deyir ki, A-dır. Normalda hidrogen atomunun sayı neçədir? 2n üstə gəlsin 2-yə. Yəni, A-nın yerinə gətirib burada qiyməti qoyacağım. 3n üstə gəlsin 2 bərabərdir. 2n plus 2 üstə gəlsin buradakı ifadənin 3-ü. N-ləri bir tərəfə yıxsam, n bərabər olacaq 5, çıxılsın 2-yə, yəni 3-ə. N-in qiyməti, yəni karbonun sayı C3 imiş. C3, onda olacaq 2-yə vurdum 6, 6-ın üstə 2 gələcəm 8. C3H8, yəni propan qazının formulunu vermiş olacaqdır bizə. Daha sonra deməli bizdə deyir ki, bunlara baxdıq, gəlir bizdə adlandırma. Alkanların adlandırılması. Alkanların adlandırılmasında tarixi adlandırma var, beynəlxalq adlandırılma var, səmərəli adlandırma var. Bunlara baxırıq. Deməli, alkanların tarixi adlandırılmasında ilk 4 nümayəndəsindədir. Deyirik ki, CH4 metan qazıdır, C2H6 etandır, C3H8 propandır, C3H8 propandır, C4H10 isə deməli butan qazının formuludur. Və alkanlarda bir hidrogen qopardıqda radikal əmələ gəlir. Yəni CnH2, bir dənə, baxın, normalda CnH2n plus 2-dir. CnH2n plus 2-dir. Mən hidrogendən bir dənə radikal qoparsam, yəni hidrogenin birini azaltsam, CnH2n plus 1 yazsam, artıq bu alkil radikalı olmuş olacaqdır. Alkil radikalı olmuş olacaqdır. Məsəl üçün, normalda CH4 metandırsa, mən bundan bir dənə hidrogen qaparsam, artıq bu olacaq metil. C2H6 normalda etandırsa, bir dənə hidrogen qaparsam, C2H5 yazsam, olacaq etil. Yəni, bir radikal qopartmaq orada deməli alkil radikalının əmələ gəlməsidir. Məsəl üçün, C3H8 propandır. Amma məsəl üçün bir dənəsini qoparsam, C3H7 olsam, artıq orada olacaq propil radikalı. Burada bəzi radikallar var ki, onlardan daha çox istifadə olunur. Onlar nələrdir? Məsəl üçün, izopropil radikalı. İzopropil radikalı C3, deməli CH3, CH3'dür. Bu izopropil radikalıdır. Daha sonra CH3, CH2, CH2, CH2. Bu N-butil radikalıdır. 4 dənə olduğu üçün butandır. Bir dənəsini əsk etdim deyə butil radikalı olur. İkili butil var, üçlü butil var. Bunları hissə-hissə izah edəcəm. CH3, CH2, CH, CH3. Niyə görə ikili butil deyirik? Çünki burada birləşdiyi karbon atomunda 2 dənə karbon atomu birləşdiyinə görə ikili butil deyilir.
İzobutil radikalı. İzobutil radikalında CH3, CH, CH2 və CH3 radikalıdır. Bu izobutil radikaldır. İzobutil radikalı. Daha sonra üçlü butil birləşdiyi karbon atomunun 3 dənə karbon atomu birləşəcəkdir həmin birləşmədə. Deməli, mərkəzdə C, CH3, CH3, CH3. Bu isə oldu bizdə üçlü butil. Deməli, bizdə karbon atomunda birləşməsinə görə birli, ikili, üçlü formada olur. Məsəl üçün, burada baxın yazıram ki, CH3, CH2, xlor. Baxın, bu karbon atomu birli karbon atomudur. Çünki ona ancaq bir karbon atomu birləşib. Bu karbon atomu isə ikili karbon atomudur. Çünki buna 2 dənə birləşmə birləşibdir. Məsəl üçün, mən yazıram ki, CH3, baxın, burada yazdım, deyil. Baxın, buna bir 4 dənə karbon atomu birləşibsə, bu üçlü, daha doğrusu dörtlüdür. Buna da bir tərəfdən bir radikal birləşdirsəm, artıq olacaq bu dörtlü radikal. Yəni, karbonun birləşməsinə görə ətrafında neçə xət varsa birləşirsə, o birli, ikili, üçlü, dörtlü formasında ola bilir. Deməli, daha sonra səmərəli üsulu adlandırmada ən çox şaxələnən karbon atomuna doğru səmərəli adlandırılır. Əvvəlcə, deməli, burada da metanın törəməsi kimi baxacağıq. Əvvəlcə, kiçik radikalların sayı nəzərə alınmaqla, deməli, onlar nömrələnəcək və daha sonrası böyüyə doğru adlandırılacaq. Məsəl üçün, mən yazıram ki, deməli, yazıram CH3, CH2, CH3 və burada yazıram CH3, burada yazıram xlor. Deməli, baxın, nömrəliyirəm. Nömrələməni haradan aparaq? Nömrələməni, deməli, şaxələnməyə yaxın, üzr istəyirəm, nömrələmə aparmırıq burada. Metanın törəməsi kimi baxsaq, bunu baxsaq, nə birləşib buna? Xlor birləşib və metil qrupu birləşib. Deyirəm ki, birinci xlor, dimetil, çünki buna 2 dənə karbon atomu birləşib. Dimetil neçədir bu? Daha sonra buradakı nədir? Etil, metan. Burada deyirik ki, deməli, xloru dedik, dimetili dedik, etilin birləşməsidir. Sonda isə metan törəməsi üçün baxdığımız üçün, sonda isə metan deyirik. Daha sonra burada bir dənə də nümunə yazaq. Məsəl üçün yazıram ki, CH3, CH2, CH3, CH3, CH3. Burada da yenə metan törəməsi kimi mərkəzdəkinə baxaraq, artıq 1, 2, 3 dənə, yəni trimetildir. Bu trimetil, 3 dənə metil radikalı olduğu üçün trimetil, bura isə etil, yəni bu C2H5 edir də bizə etil radikalını verir. Etil, metandır, yəni. Bu formada yazmış oluruq. Sonda metanın törəməsi kimi baxdığımız üçün səmərəli adlandırılmada, sonda isə metan adını deyirik. Beynəlxalq adlandırılmada nömrələmə ilə aparırıq. Nömrələməni necə şəkildə aparırıq? Deməli, beynəlxalq adlandırma var. Məsəl üçün, pentan, heksan, heptan, nonan, dekan, bu kimi adlardan istifadə olunur. Birinci, ən uzun zənciri seçirik. Şaxaya yaxın tərəfdən. Deməli, nömrələnmə aparılır. Eyni radikal, eyni karbon atomu 2 dəfə birləşibsə, rəqəm 2 dəfə deyilir. Radikal hər iki tərəfdən eyni vəziyyətdə olarsa, onda şaxələnmə hansı tərəfdə çoxdursa, o tərəfdən nömrələnmə aparmış olacaq. İndi baxırıq, deməli, beynəlxalq adlandırma. Məsəl üçün, yazıram ki, beynəlxalq üsulu adlandırıram. CH3, CH, CH2, CH3 və burada radikal birləşdirirəm CH3-ə və burada da CH3-ə birləşdirirəm. Deyirik ki, ən uzun zəncir seçilir. Baxıram ki, ən uzun zəncir buradır. Və nömrələnməni haradan aparacam? Şaxələnməyə yaxın tərəfdən aparacam. Buradan aparsam 1, 2, 3-cü şaxədə başlayıb, burada aparsam 2-cidə. Yəni 1, 2, 3, 4, 5 dənə. Bu formada qeyd etdim. Şaxəyə birləşənlər nədir? Metillərdir. 2, 3, 2 dənə metil olduğu üçün dimetil. Nədir bu? 1, 2, 3, 4, 5. 5 nə idi? Pentan idi. 2, 3 dimetil pentan. Bu formada yazmış oluram. Və yaxud da ki, yazıram ki, deməli, CH3, CH3, burada qeyd edirəm CH3, burada da CH3 radikal qeyd edirəm, burada da. Baxıram, şaxəyə necədir?
ən çox şaxələnmə buradan da ikincidə birləşib. Buradan da ikincidən birləşib. Amma burada daha çox şaxələnmə olubdu. Ona görə buradan başlayıram. 1, 2, 3, 4, 5. Deməli, 2-də birləşib 2, 2, dimetil, dimetil. 4-cüdə 4 metil. Nə idi bizdə 5 propan, pentan, pentan. Deməli, 2, 2, 4. Yəni, buna belə də yaza bilərsiniz. 2, 2 dimetil və yaxud da ki, 2, 2, 4 trimetil yaza bilərsiniz. Trimetil, pentan. Yəni, iki formada da yazılışımız düzgün olur. Daha sonra bizdə gəlir deməli homoloji sıra. Homoloji sıra nədir? Məsəl üçün, nümunələrə baxaq. Homoloji sıra dedikdə, məsəl üçün, CH4, C2H6, C2H6, C3H8, C4H10 və s. Bunların hər biri bir-birindən CH2 qədər fərqlənirlər. Yəni, metilin homoloji fərqlənirlər. Buna görə homoloji sıra deyirlər. Homoloqların ümumi formulları eyni olur. Molyar kütlələri fərqli olur. CH4 homoloqları özündən, deməli, başqa bütün alkanlardan karbon oksidləşmə dərəcəsi falan eyni olur. Məsəl üçün, burada qeyd edirəm ki, burada artıq homoloji sıradan sonra izomerliyə qeyd edirəm. İzomerlik nədir? Alkanlarda izomerlik 4-cü nümayəndədən, yəni butandan başlayır, C4H10-dan başlayır. İzomerlik, məsəl üçün, butanı yazsam CH3, CH2, CH2, CH3, bu normal butanın quruluşudur. Amma izomerlik olduqda butanın 2 izomeri var. Bir bu formada, bir də ki CH3, CH, CH3. Buradan bir dənə radikalını qırıb, daha sonra bunu CH3 ilə əvəz edirəm. Bu da oldu butanın, məsəl üçün, izomerləri. Və yaxud da ki, pentanın isə 3 dənə izomeri var. Pentanı yazsaq 5 dənə karbon atomudur. 2, 4, 5. CH3, CH2, 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 CH3. Bu normal vəziyyətdəki quruluşudur. Bir dənə CH3 rabitəni qırıb başına yazırıq. CH, CH2, CH3. Buradan bir dənə CH3 radikalı yazırıq. Aha. Daha sonra bir dənə də üçlü şəkildə yazsaq, dörtlü şəkildə yazsaq, CH3, 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 CH3. Baxın, 1, 2, 3, 4, 5 karbon, 1, 2, 3, 4, 5 karbon. Bunlar pentanın izomerlərinin olduğunu göstərir. Daha sonra bu cür izomerlik quruluş izomerliyidir. İzomerlərdə emerləri, karbon hidrogen sayı eyni olur. Fiziki kimyəvi xassələri müxtəlif olurlar. Alkanlarda siniflər arası izomeri yoxdur. İzomerlik deməli alüminium xlor 3 katalizatorunun sayəsində baş verir. Alkanlarda siniflər arası izomerlik olmur. Deməli, optik izomerlik nədir? Optik izomerliyə baxaq. Bu dedik ki, quruluş izomerliyidir. Sadəcə karbon atomunun yerini dəyişməklə baş verən izomerlikdir. İndi biz baxırıq optik izomerliyə. Optik izomerlikdə 4 fərqli atom və ya atomlar qrupu ilə birləşmiş karbon atomu asimetrik karbon atomu adlanır. Həmişə belə karbon atomu sp3 hibrid vəziyyətində olur. 2 izomer olur, bir-birini güzgüdəki əksi kimi olur. Güzgü izomerinin karbon atomunun optik aktiv alkan olur. Məsəl üçün, mən yazıram ki, CH3, CH2, CH2, C, CH3, burada CH2 yazıram, CH3 yazıram, burada isə bir dənə hidrogen birləşdirirəm. Aha, deməli, mən burada şaxələnməyə yaxın tərəfdə nömrələnmə aparsam 1, 2, 3, 4, 5 olur. Bir dəqiqə. Yox, bu formada gedəcəm. Şaxələnmə buradan yaxındır. Deməli, baxın, nömrələnmə belə başlayacaq. Deməli, 1, 2, 3, 4, 5, 6 karbon atomu. Aha, nömrələnməni apardım. Daha sonra gəlib burada 3-cü karbon atomunda bir dənə metil birləşibdir. 3 metil heksan. Bu bunun izomeri olmuş olur. Alkanların fiziki xassələrinə gəldikdə, alkanlar rəngsiz isiz, suda həll olmur. Suda həll olmayan maddələrdir. Onlar üzvi həll edicilərdə yaxşı həll olurlar. Deməli, C1-dən C4-ə kimi qaz halındadır aqreqat halı. C5-dən C15-ə kimi maye haldadır. C16-dan yuxarı isə deməli bərk haldadır. Emer artdıqca sıxlıq qaynama temperaturu artır. Məsəl üçün, yəni metanla butanın qaynama temperaturunu, sıxlıqlarını nəzərə alsaq, təbii ki, emeri böyük olanın ki, böyük olmuş olacaqdır. Deməli,
Propan və butan yüksək təzyiq altında mayeləşirlər. Çünki onlar aqreqat qazdır, yüksək təzyiq altında mayeləşirlər. Şaxələnmə artdıqda molekullar arası cazibə zəifləyir. Şaxələnmə artdıqca, yəni şaxələr sayı çoxaldıqca molekullar rabitə gücü zəifləyir. Qaynama temperaturu aşağı olur. Molekul emeri artdıqca isə alkanların karbonun kütlə payı artır. Hidrogenin kütlə payı azalır. Onsuz da bilirik ki, karbonun kütlə payı artdıqca hidrogenin kütlə payı azalmış olur. Daha sonra metanda bataqlıq qazı deyirlər. Təbii qazın əsas tərkib hissəsidir metan qazı. Metan təbiətdə ən geniş yayılmış karbohidrogendir. Təbii qazın tərkibində həmçinin etan, propan, butan da daxildir. Daha sonra bizdə gəlir alkanların alınması. Alkanlar sənayedə net və təbii qazlardan alırlar. Deməli, baxırıq burada alkanların alınmasına. Alkanların alınması. Sintez qazının katalizator iştirakı ilə alınmaq olar. Sintez qazı deyirik ki, NCO üzərinə gəlsin 2N+1 hidrogen. Burada CN, H2N+2, yəni alkanı alırıq, müəyyən bir alkan, üstə gəlsin M-mol su alırıq. Daha sonra alınan qarışığı benzin sintez və ya sintetik benzin kimi istifadə olunur yanacaq kimi. Laboratoriyada alkanları alüminium 4C3 üzərinə gəlsin su əlavə etməklə alüminium hidroksid və CH4 qazı əmələ gəlmiş olur. Üzvü karbon turşularının və ya kalium duzlarının natrium OH və kalium OH-la təsirindən üzvü deməli karbon turşuları, yəni COO natrium üzərinə gəlsin natrium OH. Natrium OH-la qələvlərlə və yaxud da ki kalium OH-la təsirindən. Natrium gedib birləşəcək bizdə CO2 ilə ya natrium 2 CO3 alınacaq. Üzərinə gəlsin RH. Yəni R birləşməsi nədirsə, məsəl üçün CH3 COO natriumdursa CH3 H, yəni CH4 əmələ gətirəcək. C2H5-dirsə radikalımız C2H6-nı əmələ gətirmiş olacaqdır. Məsəl üçün yazıram CH3 COO natrium üzərinə gəlsin natrium OH. Yəni bizdə reaksiyada alınacaq natrium 2 CO3, natrium 2 CO3 üzərinə gəlsin, deməli CH4. Alkil halogenitlərin üzərinə natrium metalı ilə təsir etməklə bu məşhur reaksiyadır, Würz reaksiyası adlanır. Burada, məsəl üçün, yenə bir R radikalı götürürəm. R radikalıdır. Alkil halogenitlər, yəni halogenli birləşmələrin üstünə natrium metalı ilə təsir etdikdə natrium gedib xlorla birləşəcək, alınacaq natrium xlor və rabitəmiz R radikalı olmuş olacaqdır. Məsəl üçün, burada iki müxtəlif alkil halogenit olduqda isə 3 reaksiya məhsulu əmələ gəlir. Burada çıxımlar var. 25% çıxım, 50% çıxım, 25% çıxım. Deməli, R1 radikalı xlor, R2 radikalı xlor, üstə gəlsin natrium. Burada deməli 3 formada reaksiya getmiş olacaqdır. R1 alınan reaksiya, R1 alınan reaksiya, R2 alınan reaksiya. Birinci reaksiyada R1 radikalı olduqda 25% məhsulun çıxımı, ikincidə 50%, digərində də 25% çıxım olmuş olacaqdır. Bir zamanı dəyişməyən karbonun valentliyidir, kibritləşmə vəziyyətidir və uzunluğudur. Karbon zənciri isə uzanır. Bizdə deməli alkanlarda Würz reaksiyasından sonra krekinqlər də var ki, kreking nədir? Parçalanmadır. Parçalanma baş verir. Məsəl üçün butan parçalanır, C4H10 parçalandıqda C2H6 etanı üzərinə gəlsin C2H4 eteni əmələ gətirir. Eteni. Bu etendir, digər dərslərdə keçəcəyik. Bu isə etandır. Bu isə butan qazıdır. Daha sonrası C8H18 kreking nəticəsində parçalandıqda C4H10 üzərinə gəlsin C4H8 alınacaq. Uşaqlar çox vaxt bunu necə yadına saxlayır? Karbon atomu kreykingdə sanki yarıya bölünür. Birində metanı əmələ gətirir, digərində isə alkenlərini əmələ gətirmiş olur. Daha sonra biz baxırıq alkanların kimyəvi xassəsində. Alkanların kimyəvi cəhətdən passivdirlər, birləşmə reaksiyasına daxil olmurlar. Bromlu suyu və kalium manqan O4-ü rəngsizləşdirə bilmirlər. Bunu mütləq şəkildə yaxşı yadınızda saxlayırsınız. Əvəzetmə reaksiyalarında iştirak edirlər. Əvəzetmə reaksiyalarında halogenlərlə radikal mexanizm üzrə bayaq yazdığımız kimi gedib bir-birini əvəz etdilər burada. Harada qeyd etmişdik onu? Radikal mexanizmi üzrə. Deməli, daha sonra isə
Günəş işığında xlor və bromla isə reaksiyaya daxil olmur. Üzr istəyirəm, deməli, zəncirvari halogenlərlə radikal mexanizmdə reaksiyaya daxil olurlar. Gün işığında, qaranlıqda xlor və bromla reaksiyaya daxil olmurlar. Florla isə adi şəraitdə partlayışla reaksiyaya daxil olurlar. Tam əvəz olunma alkanlarda hidrogen sayı qədər halogen molekulu reaksiyaya daxil olduqda baş verir. Məsəl üçün, mən yazıram ki, CnH2n plus 2 üzərinə gəlsin xlor 2 birləşməsi. Xlorun da sayını məsəl üçün 2n plus 2 götürsək, əvəz etmə necə baş verir? Cn xlor 2n plus 2 necə varsa əvəz etdim. Üzərinə gəlsin 2n plus 2 hidrogen sayı H xlor. Bu formada əvəz etmə olur. Ayrılan H xlor molu reaksiyaya daxil olan xlor qədər olur. Məsəl üçün, CH4-ün üzərinə mən xlor gəldikdə birləşmə olur CH3 xlor. Bunun adı xloroformdur. Xloroformdur. Üzərinə gəlsin H xlor. Biz qaydada dedik ki, ayrılan deməli H xlorun molu reaksiyaya daxil olan xlor 2 qədər olur. Reaksiyaya daxil olan xlor 2 qədər olmuş olacaqdır. Daha sonra yəni hər ikisindən 1 mol reaksiyaya daxil olubdur. CH3 xlorun üstünə yenə xlor gəlirəm. O artıq olacaq CH2 xlor 2, üzərinə gəlsin H xlor. Daha sonra CH2 xlor 2-nin üzərinə yenə xlor 2 gəlirəm. Artıq hidrogen sayı get-gedə azalır. CH xlor 3, üzərinə gəlsin H xlor. Yəni CH xlor 3-ün üstünə də xlor gəldikdə artıq hidrogenimiz tam əvəz olmuş olacaqdır. C xlor 4 üzərinə gəlsin H xlor əminə gəlmiş olacaqdır. Deməli, burada əminə gəlmiş olacaqdır. Daha sonra, yəni bu 4 dəfə reaksiyaya daxil oldu. 1, 2, 3, 4 dəfə. Mən bunu birbaşa CH4 üzərinə gəlsin 4 mol xlor 2 şəklində də yaza bilərəm. Artıq bunda son reaksiya məhsulu kalsium karbon xlor 4 birləşməsi üzərinə gəlsin 4 mol H xlor alınacaq. Baxın, ne deyir ki, nə qədər reaksiya xlor girirsə, o qədər də hidrogen klorid alınmış olacaqdır. Bu reaksiya Semenov reaksiyası adlanmış olur. Daha sonra duru nitrat turşusu ilə reaksiyaya daxil olur metan qazı. Metan qazı duru nitrat turşusu ilə reaksiyaya daxil olduqda nitrat radikalını bu şəkildə yazıram. HNO3 ilə eynidir. Burada alınacaq CH4 gedib özündən NO2 birləşdirəcək. CH3 NO2 üzərinə gəlsin H2O alınmış olacaqdır. Yanma reaksiyası bütün üzvü birləşmələr yanırlar. CnH2n plus 2 düsturu ilə üzərinə gəlsin 3n plus 1 bölünsün 2 oksigen alınır. N mol CO2 üzərinə gəlsin n plus 1 H2O. Biz bilirik ki, üzvü maddələr yananda karbon və su əmələ gətirir. Karbon qazı və su əmələ gətirir. Metanın natamam yanma reaksiyası var. Metanın natamam yanma reaksiyası CH4 üzərinə gəlsin O2. Natamam yandıqda 2 cür yanır. Deməli CO üzərinə gəlsin H2O. Bir də karbon üzərinə gəlsin H2O şəklində yanmış olur. Bu digəri CN plus H2N burada yazdığımız tam yanma reaksiyasıdır. Bu isə natamam yanma reaksiyası olmuş olur. Katalitik oksidləşmə reaksiyasına daxil olurlar. CH4 katalitik oksidləşəndə, yəni oksigenlə reaksiyaya daxil olduqda CH3OH əmələ gətirir. Bu metil spirtidir. Metil spirti. Digər reaksiya məhsulu HCHO-dur. Üzərinə gəlsin H2O. Bu formaldehiddir və yaxud da ki, qarışqa aldehidi adlanırlar. Metanol da adlandırırlar. Digər reaksiya məhsulu isə CHCOH. Üzərinə gəlsin H2O. Bu formiyyət turşusudur. Ümumiyyətlə COH-dar turşular olur. Formiyyət turşusu, qarışqa turşusu və yaxud da ki, metan turşusu da adlandırırlar bunu. Məsəl üçün, mən butanı yandırsam, C4H10 üzərinə gəlsin oksigen. Özündən deməli, gəlib oksidləşəcəkdir. CH3, COH olacaqdır. Üzərinə gəlsin H2O. Parçalanma reaksiyalarından bayaq da qeyd etdik ki, cracking, məsəl üçün C4H10 bayaq parçalandı, C2H6 üzərinə gəlsin C2H4 oldu. Etanla etini əmələ gətirilmiş oldu. Daha sonra dehidrogenləşmə reaksiyası, yəni özündən hidrogen ayrılmasıdır. Məsəl üçün, metan dehidrogenləşmə reaksiyası 3 formada baş verir. 3 dərəcə Selsidə, 1500 dərəcə Selsidə, 1000 dərəcə Selsidə və 500-600 dərəcə Selsidə baş verir. Deməli, 1500-də C2H2 üzərinə gəlsin hidrogen alınır. Yəni burada asitlendir bu. Asitlenin digər adı da etindir.
Bu formada da yazılar 3 qat rabitə əmələ gətirmiş olur. Daha sonra 1000 dərəcə Selsidə karbon üzərinə gəlsin hidrogen əmələ gətirmiş olur. 500 dərəcə Selsidə C2H4 üzərinə gəlsin hidrogen əmələ gəlmiş olur. Eten və yaxud da ki etilen şəklində də adlanır. Burada isə 2 qat rabitə ilə yazılır. Deməli, tətbiqi CH3 xlor qazdır. Mayi hala keçir asanlıqla. Əvvəlcədən soyuducu qurğularda istifadə olunubdur. Zəhərli olduğu üçün istifadəsi məhdudlaşdırılıbdır. Hazırda soyuducu qurğularda deməli istifadə olunur. Qaz halında olurlar. CH2 xlor, CH xlor 3, C xlor 4 mayi aqreqat halındadırlar. Həll edici kimi istifadə olunurlar. CH4, C xlor 4 kimyəvi təmizləmədə, ləkələrin aparılmasında istifadə olunur. Həmçinin yanğının söndürülməsində, yanğının söndürülməsində istifadə olunur. Eyni zamanda tibbdə yodoforumdan da istifadə olunur. CH3 antiseptik maddə kimi istifadə olunur, açıq yaralara vurulur. Bu isə bizdə alkanların tətbiq sahəsidir.